su kökündən tir ilə birləşib şitil, sütül sözünə çevrildiyini görürük. Həmin su ilə ama sözü birləşib səməni sözünə çevrilir. Hind-Avropa dillərində bu ailə, toxum mənasına gəlir. Bizim dilimizdə sümük sözünün köküdür. Sümük, yəni insanın əsas strukturunu ifadə edən sözün köküdür. İndi bu səməni sözünü bilmək niyə vacibdir? Həmin su, amma nənə sözündən səməni sözü var. Su amanın tərs kombinasiyası kimi ama sudan demək mas sözü var. Həmin mas sözünü Bilqamişin anası kimi qarşımıza Nins olaraq çıxdığını görürük. Bilirsiniz də dünyanın ilk dastanı Bilqamiş dastanıdır və ya Nisa sözü. Nisa sözü ərəb dillərində qadın mənasına gəlir. Bir surənin adı nədir? Həmin Nisadır. Yəni xatırlamaq üçün deyirəm. Və eyni ilə bir ayın adı Nisandır. Türklərdə olan Nisan, aprelə dediyi ki söz var. Nisan. Bu Nisan Şumerdən üzü günümüzə gələn bir addır. Nisan ilk meyvə mənasına gəlir. Nas kökündə sının tılaşması ilə natın Hind-Avropa dilində doğmaq mənasına gəlir. Həmin o mas sözündə tılaşma ilə mat sözü bizim qarşımıza Rus dilində ana mənasında çıxır. Mat sözündə tının yılaşması ilə may Yunanlarda bahar, bərəkət tanrıçasının adıdır. Hansı ki bizim qarşımıza may ayının adı kimi çıxır. Və eyni ilə umay sözü ki var, bizim dilimizdə olan. Həmin may sözü ilə eynidir. Fikrim aydındırmı? İndi düşünün ki səməni, onun nat kökü, may, umay kökü fərqli coğrafiyalarda var. Və bu arada qeyd edim ki, semen sözü Misirlərdə də arpa düzəldirmişlər və ona da semen deyiblər. Yəni Misirdə də yenə səməni kültürü var. Demək ki, biz bütün bunları müəyyənləşdirdikdə gördük ki, doğum, yenidən doğulma sözü bir səni kültürü ilə bağlıdır, hansı ki, onu biz konkret Türk dilində rahat açırıq. Fars dilində su sözü var, Rus dilində var, İngilis dilində var, Ərəb dilində var. Yoxdur. Aydındırmı? İndi bunun biz arxeoloji qazıntılarla qarşımıza çıxacağını görəcəyik. Bir Şumer İnnanna heykəli bir qadındır, adı nədir? İnnannadır, əlində su qabı tutur. Bu formada. Bu formada qab tutur. Su İnnanna. Su nənə, səməni. Demək ki, biz bir arxeoloji qazıntıda da səməni sözünün bir İnnanna tanrıçasında eni ilə su nənə, su İnnanna formasında olduğunu görürük. Bu kültürün biz daha sonra Türk daş nənələrində görürük. Türklərin də daş nənələri əlində bu formada qab tutur. Bu daş nənələrin sayı hesabı yoxdur. Aydındırmı? Demək 1000 ildən, 12 min ildən üzü günümüzə gələn bir kültür davamlılığını və həmçinin etimoloji dil təhlilləri ilə açıldığını görürük. Yəni dolayısıyla demək ki, bir bu səməni bizim 1000 illərimiz imiş. 1000 illərimiz. Quranda nə deyirdi? Yer üzünü gəz, gör, araşdır. Amma biz nə deyirik? Səməni bizim deyil. Səməni zərdüştlük ilə bağlıdır. Zərdüştlüyün yaşı neçədir? Və biz görürük ki, demək 12 min ildən üzü bu günə gələn bir kültür var və bu bahar kültürüdür. Hansı ki onu da yaradan yaradır və bunu da eyni ilə biz 1000 illərimizi, insanlıq tarixini açanda bunların hər birini aydın görürük.